Rahib ağır addımlarla yepiskopun hücrəsindən çıxıb, üzünü qırmızı şəfəqləri meşəli dağların başından əl eləyirmiş kimi batan günəşə sarı tutdu. Dərindən sinə dolusu nəfəs alıb, udduğu sərin, təmiz havanı elə bil ciyərlərindən buraxsa, bir daha geri ala bilməyəcək kimi bir hisslə, acgözlüklə içində saxladı. Gözlərini yumub, bir müddət beləcə dayandı. Ta nəfəsi daralana qədər. Sonra sakit bir oğla yoluna davam elədi. Mən qətiyyən tamaşaçılarımızı, əziz Azərbaycanlıları orta əsrlər aparmaq fikrində deyiləm. Əslində, məbəd döyüşçüləri məhz bu cümlələrlə başlayıb. Söhbət orta əsrlərdə bir rahibin bir məbəd üçün apardığı döyüşdən gedir. Git, yüreğin vətənlə döyündü, torpağın harayı çağırdı seni, silaha sarıldın o gündən bəri, adın yazıldı zamanın daşına. Hər bir insanın uşaqlığı var, hər bir insanın öz həyatı, taleyi var. Ələlxüsus, həmin insan əgər şəhid olursa, onun haqqında çox əfsanələr dolaşır. Ancaq maraqlıdır, Natiq Qasımovun uşaqlığı da sanki elə bil əvvəldən onun şəhid olmasından bağlı formalaşmışdı. Məsələn, valideynləri deyir, qardaşı danışır, dostları danışır. Natiq Qasımovun həmişə gözünə bir göy paltarlı qadın görünürmüş. Siz bilirsiniz, göy paltarlı qadın Türk mifologiyasında şaman qadın mənasındadır. Və həmin göy paltarlı qadın Natiqi bütün ömrü boyu bütün çətinliklərdən, darlıqlardan qoruyurmuş. Sonda Natiq döyüşəndə də romanda elə yazılıb, elə yazdım. Və düşündüm ki, düz yazdım. Həmin o göy paltarlı qadın gəlir və Natiqin bütün ağrılarını, acılarını, onun aldığı bütün o zədələri, belə deyək ki, zərərsizləşdirir. Natiqi ruhunu göylərə qalxmasına kömək eləyir. Natiq Qasımov uşaqlıqdan, dediyim kimi, qeyri-adi uşaq olub. Gədəbəydə doğulub, sonra kiçik yaşlarında ailəsi Mingəçevirə köçüblər və Mingəçevirdə orta təhsil alıb, orada sonraki həyatı davam eləyib. Bildiyiniz kimi də Xocalı faciəsindən sonra da Qarabağa yollanıb və döyüşüb. Natiq Qasımov həmin adamlardandır ki, yaşadı və Tanrının köməyi ilə bütün darlıqlardan qurtardı və sonda vətən uğrunda şəhid oldu. O gün əsir götürüldü. Günlərlə davam edən qarşıdurmadan sonra silah səsləri kəsildi. Amma mübarizə onun baxışlarında davam edirdi. Azərbaycan bayrağını əlindən yerə qoymadan, son ana qədər sinəsinə sıxaraq dayanmışdı Natiq. Elə həmin an çəkilən fotonu ermənilər dırnaqarası humanizm nümunəsi kimi təqdim etməyə çalışsalar da, əsir alınmış bir insanın əlindəki bayraqla görüntüsü əslində başqa suallar doğururdu. Əsirə insani münasibət göstərildiyini nümayiş etdirmək istəyən separatçılar bununla nə demək istəyirdilər? Bu görüntü həqiqətən humanizmin ifadəsi idimi? Yoxsa siyasi təbliğatın növbəti alətinə mi çevrilmişdi?
Əslində həmin foto bir tərəfin göstərmək istədiyi mesajdan daha çox bir insanın sarsılmaz iradəsini və bayrağına sədaqətini simvolizə edirdi. O silahsız və tək olsa belə milli kimliyindən və inancından dönmədiyini nümayiş etdirirdi. Biz 92-ci ildə bizim şəhid qardaşımız Məhərrəmov Lətfi evinə aparanda, nəşin evinə aparanda orada mənim qarşılaşdığım o mənzərəni mən romanda da verdim və dedim ki, ümumiyyətlə hər evə bax belə şəhid tabutları gələndə hər bir ailə o romanda təsvir olunan həmin o prosesləri, həmin o həyatı yaşayır. Çox ağır bir proses idi və mən mütləq həm TİAS nəşriyyatından xahiş eləmişdim ki, sağ olsun onlar da şərait yaratdılar. Mən dedim, mütləq həmin o məbədi gedib ziyarət eləməliyəm. Həmin məbəd də bilirsiniz, indi hazırda Xocalı rayonu ərazisindədir. Hündür bir yüksəklikdə yerləşir. Təxminən 1500 metr yüksəklikdir. Bizim böyük dostumuz İqbal Məmmədəliyev sağ olsun, dostlarıyla bir yerdə, çəkiliş qrupu ilə bir yerdə həmin o məbədə çıxdıq. Həmin o məbəd dediyim kimi, dəniz səviyyəsindən təxminən 1400-1500 metr yüksəklikdə yerləşir. Romanda bəzi yerlərdə var, döyüşçülər kəhliyotu qoxusunu hiss edirlər. Çünki biz də elə təxminən mart ayları idi, yanılmıramsa biz ora çıxdıq və o vaxtda da kəhliyotunun, o çöldə, çəməndə bitən bitkilərin gür vaxtı idi, yaxşı çıxan vaxtı idi. Və onu qoxunu hiss elədim. Məbəd döyüşçülərinin həm hiss elədikləri qoxunu hiss elədim, həm məbəd döyüşçülərinin qoxusunu hiss elədim. Şimşəklər çinar tək sancılıb yerə, düşmənin gözünə dirsəydi hər dağ. Babalar atını sürüb gedibdi, qalalar boylanıb qalıbdı ancaq. Babaların yorğu atlarının düşmən qoşununu səksəndirən nalları düşübdü nədir? Alatorandan qaş qaralanacan, döyüş meydanında cövlan vuran, zəhmi ilə düşmən bağır çatladan ərənlərin qılıncı korşalıb yoxsa? Yoxsa dağların qət dəyildi belə birdən-birə, ilahi. Alışan tonqallarda qələbə müjdəsini bir-birini ötürən dağlar indi nələrə şahid dururlar Allahım. Yox, alayı yol ağla belə gələsi deyil, Tanrım. Sən özün anamın qəlbinə səbir və toxtaqlıq, düşüncələrinə, qara fikirlərinə aydınlıq ver. Əlvida demirəm, əzizlərim. Hələlik. Qalsam görüşərik. Ölsəm, qanımla yazacağım rəşadət dastanı başınızın ucalıq olsun. Və bir də məni bağışlayın. Sizi aldadıb, sizdən xəbərsiz döyüşə getdiyim üçün. Bir zamanlar Sovet ordu sıralarında hərbi xidmət keçən Natiq hardan biləydi ki, vaxt gələcək, elə həmin ordu tərəfindən Azərbaycan torpaqları işğal olunacaq, qırğınlar törədiləcək. Bəlkə də hiss edirdi. O illərdə geyindiyi hərbi forma, içdiyi əskər andı ona tamam başqa bir gələcəyin vədini verirdi. Amma imperiyanın dağılması ilə gerçəklər dəyişdi. Silahdaş sayılan qüvvələr bir gün qarşı tərəfə çevrildi. Tarix isə bəzən insanın taleyinə elə acı bir paradoks yazır ki, dünənin ordusu sabahın faciəsinə çevrilir. Əgər bilsəydim ki, Sovet ordusu Qarabağı işğal etməkdə ermənilərə yardım edəcək, mən heç vaxt o orduda xidmət etməzdim. Çünki Natiq Qasımov da tək deyildi, bilirsiniz. Natiq Qasımov məbəd alınandan sonra ora 7 nəfər döyüşçü ilə çıxırlar və onlar orada səngər qururlar və ermənilərin əks hücumunun qarşısını almalıydılar. Burada Yusif var, burada Etibar var, burada Elman var, burada Əli ilə Vilayət var, burada Nuşiravan var və burada Natiq Qasımov var.
Düşünürəm ki, əslində həmin o məbədə çıxmaqla biz bir vəfa borcumuzu da yerinə yetirmiş olduq. Məbəd döyüşçüləri romanının yazılma prosesində mən mütləq həmin məbədi ziyarət eləməliydim. Dostlar sağ olsun, onların sayəsində biz həmin məbədə getdik, orada çəkiliş elədik və həm məbəd döyüşçülərinin, bizim şəhidlərimizin orada hiss elədikləri hissləri yaşadıq, həm də onların qoxularını aldıq. Həmin vaxt Natiq hərbi xidməti yenicə başa vurub Mingəçevirə qayıtmışdı. Hər şey normal, yaxşıdır filan. Televizor açı. Natiq dur bir dənə televizor aç. O qardaşı Nofəllə televizora baxanda Xocalı yaxınlığında mülki şəxslərin qətliamı ilə bağlı xəbər verildi. Damarımızdan qalmış türklərə qədər döyüşəcəyəm. Sonra da bütün təmizləyəcək. Nə ki, ancaq Qarabağ. Artıq nə girin də Axırda ki, yəni 2022-ci ildə film ərsəyə gəldi. Bir neçə dövlətlərdə festivallar keçirildi. Festivallarda birinci yeri layiq görüldü oğul filmi. Sonradan Bakıya gəldi. Bakı şəhərində festivali ki, Nizami Kino Mərkəzində təqdimatı oldu. Filmin sifarişçisi Talih Heydərov. Yəni onun özü də iştirak elədi. Bizim prezidentimizin qızı Leyla xanım, Arzu xanım da orada filmin təqdimatında iştirak elədilər. Və çox gözəl bir təsadüf oldu ki, Natiq Qasımova aid olan bu oğul filmi bütün respublikada yox, bəzi başqa bir dövlətlərdə də böyük bir əks-sədaya səbəb oldu. Səhər elə bil ürəyimə dammışdı, yatmışdı. Dedim üzündən öpüm. Axşamlar biraz gec gəlir. Baxdım, istədim üzündən öpüm. Dedim aylarcaq qoy yazsın. Gec gəlir evə. Elə qapıdan sürünə çıxdım, getdim həkimə. Elə vaxtdan Natiqə görə mən təzyiqim qalxmışdı o hamiləlikdən. Getdim, qaydanda gördüm. Gedib, elə bildim bir şey gedir. Məbəd döyüşçülərində Azərbaycan xalqına qarşı cinayət törətmiş bir sıra erməni cəlladlarının, erməni səhra komandirlərinin adları çəkilir. Onlardan biri də Vitali Balasanyandır. Siz bilirsiniz, Vitali Balasanyan Sovet dövründə sadə bir hərbiçi olub, yəni xüsusi bir hərbi mükəlləfiyyət olmayıb. Amma sonradan artıq Qarabağ məsələsi başlayanda o sərsəm Miyatsum ideyasına qoşularaq, Böyük Ermənistan xülyasına qoşularaq o Azərbaycan xalqına qarşı böyük terrorlar törədib, qırğınlar törədib. Vitali Balasanyan birbaşa Natiq Qasımovun qatilidir. Ermənilər özləri də onu deyirdilər, onu tülkü ləqəbi deyirdilər, tülkü ləqəbli Balasanyan. Balasanyan o qədər hiləgər və amansız bir qatildir. Romanda Vitali Balasanyanın Natiq Qasımovu soru-sual eləməsi də əks olunub. Təbii ki, burada müəyyən yazıcı təxəyyülü var, detallar var. Amma bu soru-sualda mən daha çox
sənədlərdən istifadə elədiyimə görə düşünürəm ki, burada həqiqət payı lap çoxdur. Vitali Balasanyanın Natiq Qasımovu dilə tutması, ondan müəyyən hərbi sirləri soruşması, hətta onun deyək ki, Azərbaycan əleyhinə hansısa bir ifadələr verməsi ilə bağlı fikirləri yer alıb və Natiqin də təbii ki, ona cavabları var. Və o cavablar da əsl Azərbaycan əskərinə, Azərbaycan oğluna yaraşan cavablar idi. Və elə o cavabların qəzəbindən Vitali Balasanyan Natiqi diri-diri yandırmaq qərarına gəlir. Elə bayrağa görə qalıb da orada uzun müddət. Bayrağı təslim eləmək istəmirmiş. Deyim, mən o bayrağı, o Cəfər müəllim deyir ki, mən ona sual verdim, dedim, mən bayrağı qoyub hara gedirəm. Bayrağı oradan ki, axırda özünlə götürür. Elə düşmənin qabağına da bayraqla çıxmağın səbəbi. İndi o Sarzini deyir ki, mən Vyetnam müharibələrində, çox müharibələrdə fotoreportör kimi işləmişəm. Mən deyir, onun 19 dənə şəkilli sərmişəm. Məsələn, orada neçə dənəsi var bizdə, bəzilərini biz əldə eləyə bilmədik. Orada deyir, o şəkillərin içində ən çox mənim deyir, cəzb eləyən əlindəki bayraq oldu. Ona görə mən o əlində bayraq olan şəkili 92-ci ildə Ağqanaq jurnalında dərc elədik. Bugün Azərbaycanda yüzlərlə, minlərlə ailə var ki, onlar hələ də öz həyat yoldaşlarını, evladlarını gözləyirlər. Onlar ya itkin düşüblər, ya qətlə yetiriliblər, ya da hələ də girovluqdadırlar. Natiq Qasımov haqqında da o itkin düşəndən sonra müxtəlif versiyalar yayıldı. Bəziləri onun hələ də sağ olduğunu dedilər, güya Ermənistanda hansısa zavodda işləyir. Hətta onun qaytarılması müqabilində pul da istəyənlər oldu. Təəssüf, Natiq Qasımovun ruhu sanki göylərə uçub. Onun sağ olmasından bağlı hələ də əldə tutarlı bir dəlil yoxdur. Mən düşünürəm ki, əslində bu da bir taledir. Natiq Qasımov heç vaxt bizi tərk eləməyib, o yaşayır. Yaşayacaq. Azərbaycan var olduqca vətənimizin digər şəhidləri kimi o da əbədi olaraq Azərbaycanla bir yerdə olacaq. Və biz mütləq Natiq Qasımov kimi şəhidlərimizin xatirəsini yaşatmalıyıq. Onları heç vaxt unutulmalıyıq. Bu bizim boyun borcumuzdur. Gələcək nəsillər qarşısında bizim vəzifəmizdir. Qocalmaq istəmirəm. Bəlkə də ona görə yaddaşlarda hər zaman gənc qalacaq. Adın yazıldı zamanın daşına, qəhrəmanlıq düşdü ömür yaşına. Bayraq ucaltdın qanlı savaşda, unudulmazsan. Ey oğul, sen ölmedin, yaşayırsan andımızda. Her azat nefeste, her torpağımızda. Vətən səni qoruyar.